Deməli, əvvəlki mövzuda danışdıq ki, can və could var. Bu mövzuda isə biz danışacağıq have to-dan. Have to nədir? Malı, məli, yəni bir şeyi eləməli olmaq. Məsələn, I can go nə deməkdir? Mən gedə bilirəm ya da gedə bilərəm deyə bilərsiniz. Will-dən danışmışdıq. I will go, yəni gedəcəm, gələcəkdə deməkdir. İndi isə I have to-dan danışırıq. Yəni getməliyəm, mütləq getməliyəm. Başqa variantım yoxdur. I have to go to work. İşə getməliyəm, mütləq. Məsələn, deyirəm ki, gəl gedək çay içək bəlkə. Deyirsən ki, işə getməliyəm. I have to go to work. Yəni mütləq getməliyəm. I can go to work. Yəni işə gedə bilərəm. Öz keyfimdən asılıdır. I will go to work. İşə gedəcəm deməkdir. I could go to work. İşə gedə bildim deməkdir. Bunları zaten bax, yalandan keçib gəlmişsə, bunlar indi sizə qarışıq gəlir. Amma hamısını öz yerində oturda gəlmişsə, bu çox bəsitdir əslində. I have to go. Bu şəkildə növbəti mövzuda yenə başqa bir modal fe'l öyrənəcəyik. Həmin mövzuda görüşərik. Özünüzə yaxşı baxın.